Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala daim ecmain. Deməli bu vəkillik, naiblik mövzusunun davamı olaraq digər bu mahiyyət əhatəsinin ardıcıl silsiləsindən mövzumuzu davam etdiririk inşallah. Deməli burada qaldıq ki, biz deməli cəmiyyətdə iqtisadi rifah halının, yəni yaxşılaşması səbəbində şiələrin şər'i vergiləri, ödənişləri bu dövrdə artmışdı. Yəni bu sistemin iqtisadi olaraq böyük bir faydası var idi. Vəqfdir, nəzirdir, sədaqədir, hədiyyədir, bu kimi hallar ki var idi, ümumi olaraq böyük gəlir hesab olunurdu və digər cəhətdən imamət vəkilləri ki vardı, imamın öz vəkilləri öz xərclərini, imkansız şiələrin, şəhid ailələrinin ehtiyaclarını, İslamın güclənməsi, möhkəmlənməsi üçün lazım olan ehtiyacları şiəliyin ictimai simasını tanıtdırmaq üçün ki, həmin bu Beytülmaldan vəsait xərcləyirdi ki, burada əldə edilən pullar sayəsində təmin olunurdu. Yəni, müxtəlif məntəqələrdən pul və malların yığılması vasitəsilə bir növ vəzifəsi o vəkillik sisteminin üzərinə düşürdü. Və toplanan pullar da İmam Əleyhisselamın yəni göstərişinin müəyyən işlərə, yerlərə sərf olunurdu, təsərrüf edilirdi. İmam Həsən Əskəri Əleyhisselamın Şapur şiələri yazdığı hətta məktub var ki, mərhum Keşşənin ricalında keçir. Orada qeyd olunur ki, bizim şiələrimizdən inhirafdan uzaq və haqqa tabi olan hər bir şəxs bizə satacaq pulları, yəni şər'i pulların hamısını İbrahim bin Əbduha ödəsin. Və o da razıya ki, və ya onun təyin etdiyi şəxsə təhvil versin. Razı da Rey şəhərinin vəkilidir. İran hətta şərq məntəqəsinin vəkillərinin başçısı sayılırdı. Ki, İmam hətta Əleyhisselamın Nişapurda nümayəndəsinə yolladığı məktubda, yəni Toğqeh ki deyir ona, həmin o məktubda toplanan malların vəkillik sisteminin məsul şəxsinə təhvil verilməsi haqqında da deyirdi ki, fələ təxrucənnə minəl bələdəti həttə təlqal əmriyyə radiyallahu anhu biridaya anhu və tüsəllimu aleyhi və tə'rifuhu və yə'rifukə fəinnəhu tahirul əmin əl-afif əl-qaribu minnə və iləynə. Deyir, əmri olmayınca ki, həmin o məsul şəxsiyyətdə əmri imamın nümayəndəsi. Deyir ki, Allah ondan razı olsun. Deyək ki, çünki mən ondan razıyam. Deyir, əmri olmayınca şəhərdən qırağa çıxma və ona salam ver, onu tanı, o da səni tanısın. O pak, əmanətlər, təmiz, bizə yaxın və bizim yanımızda əziz biridir. Müxtəlif yerlərdən bizim üçün gətirilən hər nə varsa, ömrünün sonuna kim onu çatdırır ki, o da bizə çatdırsın. Yəni, imamın məhz bu yanaşmağına görə Qumun bəzi tacirləri öz mallarını birbaşa 2-ci səfirə Muhammed bin Osmana yəni təhvil verirdilər. Ki, vəkillik sisteminin yəni təhvil verilən mallar bəzən vacibi ödənişlər olurdu. Məsələn, xumus kimi, zəkat kimi məsələn. İmam Cavad Əleyhisselamın Hicri 220-ci ildə hətta özünün əhvazdakı vəkili Əli ibn Məhziyərə yazdığı məktub var ki, xumusu toplamaq üçün o göstəriş verir. İndi bugün biz mərcəiyyəti ki, deyirik, müştəhidlər yığır, misal ilk növbədə. Bax, həmin bu sistemin əsasında eləyirlər bunu. Ki, onlar düzdür, indi bəziləri bəhanə ilə deyirlər ki, onları imam təyin etmişdi. Mərcəiyyəti, fəqihləri də imam göstəriş verib ki, bizdən sonra azmayasız deyə ki, fəlil əvvamı ən yuqalliduhu, avamlar təqlid etsin. Bu sifətlərdə sahib olan üləmaya, alimlərə, fəqihlərə ki, onlar peyğəmbərlərin varisidir, onlar peyğəmbərlərin, əhl-i-beytin əminləridir, əmanətdarıdırlar. Bu baxımdan onlardan daha üstün yoxdur ki, həm elmi müstəvidə, həm bu hökmləri bilmək müstəvisində, həm də əməl məqamında. Ona görə də biz ilk növbədə bu şəxslər öncül bilirik ki, elə ən yaxşısı mərcəiyyətdir ki, onlar bu işi təsərrüf eləsinlər və yaxud da onların təyin etdiyi nümayəndə, yaxud da o nümayəndələrin etimad edib təyin etdiyi, yaxud şəxslərin bildiyi, etimad elədiyi alimlər, elm əhli. Çünki təbəqə bu sistem bu cür qurulubdur. Necə ki, biz hətta İmam Həsən Əskəri Əleyhisselamın kəlamında da oxuduq ki, nədir dedi, razıya çatdırsın ya da onun təyin etdiyi şəxsə çatdırsın onu.
mahiyyət olaraq, yəni bu sistem bax bu cür həm də böyük bir xidməti olurdu. Və imamın da məhz bu yanaşmağına görə o qumun deyirik ki, məsələn, təbii ki, qum bir misaldır bu nümayəndəyə görə. Yəni bütün məntəqələrdə belə idi ki, məsumların bu göstəriş əsasında olduğu üçün hər dövrdə, həmin dövrdə çalışırlar ki, elə həmin nümayəndələrin özü ilə görüşüb versinlər, ya da onun təyin etdiyi şəxsə çatdırsınlar ki, öz vəzifələrini də imamın dediyi kimi icra etmiş sayılsınlar. Və burada hətta vəkalət sisteminin təhvil verilən malları ki, bu bəzi deyirik ki, vacibatlar idi və müxtəlif bölgələrdəki imamət vəkalətinin də, yəni imamların vəkillərinin də vəqf gəlirlərinin toplanmasında da bu sistemin üzərinə ağır yük düşürdü. Məsəl üçün, Əhməd bin İshaq Əşəri İmam Həsən Əskəri əleyhissalam zamanında vəqf məsələləri üzrə qumda vəkil idi. Məsələn, hətta Salih bin Muhammed Səhil İmam Cavad əleyhissalamın dövründə qumda vəqf üzrə vəkil idi. Hətta Tarix-i Qum kitabında qeyd olunur ki, Qum şəhərində vəqf məsələləri ilə 40 nəfərin məşğul olduğu qeyd olunur. Məsələn, Rical-i Keşşədə şəri vergi ödənişləri təhvil almaq məqsədilə İmam Cavad əleyhissalam tərəfindən Qum bölgəsinin vəkili Zəkəriyyə ibn Adəmin yanına 2 nümayəndənin göndərilməsi haqqında məlumat var. Yəni, Qumun alimlərindən və vəkillik institutunun, belə deyək də, o sisteminin Qum şəhərindəki nümayəndəsi Əbu Cəfər Muhammed bin Əsvəd idi ki, Qumdakı vəqflərə aid. Bütün malları imamın ikinci səfiri Əbu Cəfər Əmri o təhvil verirdi. Deməli, yəni imam hətta bu nə idi? Göstəriş verirdi ki, məsələn, filan kəsdir mənim vəkilim, naibim, səfirim və onların da təyin etdiyi şəxslər var idi ki, dediyimiz kimi, həm İmam Həsən Əskəri əleyhissalamın kəlamında biz buna şahid olur, həm də Zəkəriyyə ibn Adəmin yanına 2 nümayəndənin göndərilməsi məsələsində görürük ki, deməli, burada imamın təyin etdiyi şəxs də etimad etdiyi şəxsləri təyin edib bu işləri görməyində heç bir qəbahət yoxdur. Və onların heç adı bilinməsə belə bizim üçün əhəmiyyətli deyil ki, niyə? Çünki əsas odur ki, onlara etimad olunub zamanında etimadlı şəxs olduqları üçün bu vəzifələrə sahiblənib bu işi, çətin işi görüblər. Çünki çətin niyə? Burada maddi məsələ var. Təbii ki, nəfs də burada böyük bir müdaxilə eləyir. Və mahiyyət budur ki, vəkillər o malları təhvil aldıqdan sonra malın təhvil alınması haqqında onlara qəbz də verirdi hətta. Və ikinci səfirin dövrünün sonlarında hökumətin sərt nəzarətinə görə bir müddət qəbz verilmir. Məsəl üçün, Şeyx Tusin Əl-Qeybə kitabına baxsaq, biz orada bunu görərik. Bəziləri idat tutur, müştəhid məsəl üçün qəbz verir, qəbz alır, deyir qəbzlə təyin olunsun. Məsələn, xomuz ki, o bilək ki, o verildi, alındı, ki, o itminan, raya, yəqinlik hasil olsun. Bəzi cahillər var, 2 dənə kitab oxuyur. Məsələn, Seyyid Sistani'dən səhv tuturlar. Seyyid Sistani deyir ki, qəbz olması sayılmır. Misal. Onda sənin sözünün canı budur ki, sən müsəfirlərə, imamın naiblərinə belə sən irad tutarsan ki, sənin qəbz vermək düzgün deyil. Harada yazılıb qəbz vermək? Fəqih əgər bir sözü deyirsə, təbii ki, onun əlində bir əsas var deyir. Yəni, sən fəqih ola, əgər o səviyyədə elmin olsaydı, zaten sən fəqih olardın. Ona görə elə fəqih ola bilməmişsən. Gəlib sınavı bir ruhani olmuşsan. Bir həddə kimi bilirsən, o həddən o tərəfə bilmirsən, əqlün kəsmir və təhqiqatın elmin ya çatmır, ora əlin çatsın biləsən, nəticədə başlayırsan o alimə, mərcəyə, fəqihə etiraz etməyə. Və mahiyyətdə biz görürük ki, əslində bu dönəmlərdə də bu cür hallar baş veribdir. Və imam üçün toplanan malların həcmi bəzən o qədər çox olurdu ki, deyir hətta. Əli ibn İsmail bin Cəfər İmam Sadiq əleyhissalamın yəni övladlarına idi. İmam Kazım əleyhissalama hətta deyir, böhtan atır. Yahya ibn Xalid Bərməkkə deyir ki, şərqdən, qərbdən mallar ona göndərilir və xəzinələrdə saxlanılır. 30.000 dinar qiymətində hətta deyir, sahəsi var və öyle bir sahə alıbdır. Məsələn, Şeyx Mufid Əl-İrşadda gətirir, Şeyx Tusi Əl-Qeybə kitabının 21-ci səhifəsində gətirir ki, hətta belə bir böhtan da atılmışdı. Ki, həmin bu Əli ibn İsmail bin Cəfər Əs-Sadiq. Ki, baxmayaraq ki, imamın nəslindən olan bir şəxs idi, amma görürsən ki, İmam Sadiq əleyhissalamın balası və eyni zamanda Allahın höccəti İmam Kazım əleyhissalama böhtan atırdı.
Yəni vəkalət sisteminin fəaliyyətinin başlanğıcında toplanan malların çoxluğu vəkillərin azmağına və imamın malının oğurlanmasına da səbəb olurdu. Və İmam Kazım əleyhissalamın vəkillərinin bəzilərinin azmasına və Vaqifiyyə dəstəsinin meydana gəlməsinə səbəbi bu idi ki, biz bu haqda ayrıca paylaşım etmişdik. Vaqifiyyə məzhəbinin yaranması da məhz bu idi, Beytülmalı qəsb etmək üçün ki, İmam Rıza əleyhissalama çatdırmadılar. Tarixi məlumatlarda da baxırıq ki, toplanan malların vəkillər tərəfindən sərf və istifadə olunmasına da işarə var idi. Məsələn, İslamı və Şiəliyi qəbul etmiş bir Hindistanın səfər xərcinin və imamın vəkilləri tərəfindən ödənilməsi var. İkinci səfir Əbu Abdullah Hairinin bütün dəfn xərclərini Cəfər ibn Muhammed bin Mə'til vasitəsilə göndərilməsi var. Sonra naiblərin tərəfindən Əli ibn Ziyad Səymərinin məsələn, həmçinin Həsən ibn Nəzir Qumiyə kəfən bağışlanmasının göstərişi var ki, bunları misal göstərə bilərik. Məsələn, Kafi kitabının 1-ci cildin 524-cü səhifəsində ki, rivayət var bu haqda. Bəzi məlumatlarda İmam Həsən Əskəri İslam zamanında bir qrup talibiyyə ki, talibilər, yəni Əbu Talib əleyhissalam nəsli olan şəxslərə deyilirdi ki, o xumusdan ki, pay aparırdılar, o seyidlər, ona görə bu cür adlanırdılar o dönəmdə. Aylıq məvacib verilirdi onlara, hətta imamın şəhadəti yetişməsindən sonra yalnız imamına etiqad bəsləyənlərə verilirdi və digərlərinin pulu kəsilirdi. Niyə üçün əqidədə azmışdılar? Mesela Kafi kitabın 1-ci cildin 518-ci səhifəsində bu haqda rivayət var. Və həmçinin bu sistemin, vəkillər sisteminin ümumiyyətlə bu qurulun olması onlar tərəfindən ilk dövrlərdə iqtisadi fəaliyyətə daha çox gözə dəysə də, sonraki illərdə xüsusilə də qeyb dövrünə yaxın illərdə vəkillərin mədəni fəaliyyəti özünü daha çox göstərməyə başladı. Yəni, hər bir imamın şəhadətindən sonra və əvvəlki ilə sonraki imam arasında mövcud o zaman fasiləsində vəkillər, bu vəkalət sistemi xalqın etimad göstərdiyi bir qurum olaraq xüsusi məqam sahibi idi. Yəni, onların şübhə və çaşqınlıqlarını aradan qaldırdı və İmam Cavad əleyhissalamın şəhadətindən sonra Şiə məzhəbinin böyükləri ağanın ən məşhur vəkili Muhammed bin Fərəzin evində toplaşırlar. İmam Hadi əleyhissalam imaməti barəsində söhbət edirlər. Və hətta vəkalət sisteminin üzvlərinin elmi mədəni fəaliyyəti haqqında da məlumatlar mövcud kitablara biz baxsaq, məsələn, mərhum Xişinin Ricalına baxsaq, Rical deyirlər, bu Rical elmi bunun üçün mühümdür ki, insanların tərcümə halını biz ələ gətiririk, məlumat toplayırıq. Məsələn, orada qeyd var ki, Əli ibn Musayyib İmam Rıza əleyhissalamdan soruşur ki, mənim yaşadığım yerlə sizin aranızdakı məsafə çoxdur. İndi mən öz dini hökmlərimi kimlə öyrənim? İmam Rıza əleyhissalam qumda təyin etdiyi vəkili ki, o dünya və din işlərində əmanətlər şəxs kimi tanınan şəxsi buyurur ki, Zəkəriyyə ibn Adəmdən öyrən. O din və dünya işlərində əmanətdar bir şəxsdir. Deyir, Əli ibn Musayyib deyir ki, imamın məzhərindən qaydandan sonra Zəkəriyyə ibn Adəmin yanına getdim. Mənə lazım olan məsələlərdə ondan soruşdum. Məsələn, qumun vəkillərindən olan Əhməd ibn İzhaq, İmam Həsən Əskəri əleyhissalamdan özünün ictimai mədəni sahədə olan suallarını cavablandıracaq şəxs barəsində soruşur ki, İmam da Osman bin Səid əmrini tanıtdır. Ona deyir ki, Osman bin Səid etibarlı və əmanətdardır. O sizə hər nə desə və çatdırsa mənim tərəfimdən deyib və mənim tərəfimdən çatdırmış kimidir. Məsələn, baş vəkillər var idi ki, bu sistemin içərisindəki o ictimai mədəni mövqeyi İmam Həsən Əskəri əleyhissalamın şəhadətindən sonra özünü daha çox göstərdi. Məsələn, Hicri 260-cı ildə İmam Mehdi Cəlal Fərəcəhin qeyb dövrün başlanması Şiə cəmiyyətində yaranan heylə, çaşqınlıq, belə deyək də, o xaotik bir dönəm, bunu aradan apara biləcək yeganə şəxs Osman bin Səid əmri idi. O bu məqama İmam Hadi ilə İmam Həsən Əskəri əleyhissalamın vəkil olması, belə deyək ki, onların vəkili olaraq gəlməsi və onlarla birbaşa əlaqədə olması sayəsində nail olmuş ki, belə bir ehtiram və hörmət qazanmışdı. Onun hamı tərəfindən qəbul edilməsi, Şiə alimlərin onu dəstəkləməsi Şiələrin çox belə sıxıntılı dönəmini arxada qoymağa, keçid etməyə səbəb oldu. Ki, onun vasitəsilə ki, bu məsələlər çox həllini tapdı. Sonra ikinci vəkil Muhammed ibn Osman və üçüncü vəkil Hüseyin bin Ruh Nurbəxti rəhmətullah əleyhimə ki, elmi mədəni sahədə daha zəngin fəaliyyətə malik idilər. Muhammed ibn Osman İmam Həsən Əskəri əleyhissalamın İmam Mehdi Cəlal Fərəcəhin göstərişi ilə elmi mədəni sahədə çox
şübhələrə cavab vermişdilər. Hüseyn ibn Ruh da hətta Şəlmağanın yolunu azmağından sonra doğru yolda olduğu zamanlar yazdığı kitabların faydalı olduğunu, istifadə oluna biləcəyini demişdi. Ki bu yalancı vəkillik iddiasında olanlardaydı ki, bu inşallah gələcəkdə nəsib olsun, bu haqda danışacağıq biz. Bu şəxs kim idi, nəçi idi. Və o məsələdə İmam Həsən Əskəri əleyhissalamın İbn Fəzzalın kitabları haqqında dediyi sözə istinad eləmişdi ki, İmam deyir orada buyur ki, xuzuma rava və zəruma rav. Məsəl üçün, bizdən rəvayət edənləri qəbul edin, onlara verilən izahları isə tərk edin. Yəni, rivayəti götürün, o ki, rəylər ki, deyilibdir onun haqqında bu azmış tərəfdən, onları inkar edin. Bəziləri deyər ki, hər görsən, imam rəyləri inkar elədi. Yox, bu o imam demək istəmir ki, o rəyləri hər kəsdən inkar edir, izahları, şərhləri. Məna budur ki, azğın adamla, o adam ki, artıq imama qarşı çıxıbdır, özünü yalancı vəkil, naib qərar veribdir və iddia ki, imamın xas naibidir və s. axır və yaxud da digər fitnə ilə məşğuldur. İmam deyir ki, hədisi götürün, hədis doğrudur, amma onun izahları ki var, şərhləri ki var, ondan gəlir, onu tərk edir. Yəni, onu qəbul etməyin. Amma rivayət ki, səhihdirsə, etibarlıdırsa, onu götürməyimizdə bir problem. Çünki niyə? O insan bir müddət həqiqətən də sağlam əqidədə olub, azğınlığına qədər. Ona görə də o qədərini düzgün yazıbdır. Və Şiə alimlərinin öz elmi suallarını bu vəkillər vasitəsilə ki, imama çatdırmağı, imamın onları cavablandırması haqqında çox sayılı məlumatlar var. Ki, bu da həmin bu vəkalət sisteminin mədəni, maarif vəzifəsinin göstərici rolunu bizə aşılayır ki, nə qədər böyük bir funksiyası var idi. Yəni, imamla alimlər arasında, ümmət arasında bir əlaqələndirici, əlaqə qurucu, belə deyək ki, bir birləşdirici, əlaqə yaradıcı rol oynayırdı. Və Muhammed ibn Abdullah bin Cəfər Hümeyrinin çox sayılı sualları, imamın onları cavablandırması, məsəl üçün, bunun üçün nümunədir. Yəni, şiələrin, xüsusilə alimlərin imamət məqamına baxışı, elmi və mədəni nöqteyi nəzərdən idi ki, vəkillik sistemi də imamla şiələr arasında əlaqələndirici qurum olaraq xüsusi bir mövqe tutmuşdu. Və din alimləri, fəqihlər, mütəkəllimlər qarşıya çıxan elmi problemləri həll etmək ki, öhdəliyi daşıyırdı. Amma gördüm ki, böhranlı vəziyyət keçirdilər deyə alimlər problemlərdən qaldırmaq iqtidarında olmurdu. Ona görə də vəkillər vasitəsilə işi həll etməyə çalışırdılar. Və vəkalət sisteminin əvvəllər iqtisadi və mədəni qurum kimi görünməyi ilə yanaşı, bu qurumun siyasi ictimai özəllikləri də mövcud idi. Və İmam Zaman Əcəllah Fərəcəhin qeyb dövrün başlamasından sonra vəkalət sistemi, xüsusi naiblər imamın vəkili və canişini olaraq şiələrin ictimai siyasi rəhbərliyini üzərinə götürür. Yəni, ağır və çətin dönəmdə şiə cəmiyyətinə rəhbərlik etməyi, imamın xüsusi naiblərinin və vəkillik sisteminin ən öndə vəzifəsi hesab olunurdu ki, çünki həmin dövrdə şiə camiyyəsini belə deyək ki, ağır yükünü daşıya biləcək ki, onların söykənə biləcəkləri yeganə mərkəz sayılırdı. O da qeyd olunur ki, vəkalət sisteminin siyasi ictimai fəaliyyəti və mövqeyi təkcə bu ilə məhdudlaşmır. Yəni, vəkillərin əvvəlki dövrlərdə də siyasi ictimai fəaliyyətləri mövcud idi. Məsələn, bir çox vəkillərin Abbasi hökuməti tərəfindən həbs edilməsi, onların şiələr arasındakı ictimai və siyasi təsirindən xəbər verirdi ki, onlar bunun nəticəsində Əhl-i Beytin haqqını qəsb etmiş hakimiyyət tərəfindən açıq-aşkar təqib olunurdu, həbs olunurdu ya bəzən qətlə yetirilirdi. Məsələn, belə deyək ki, İmam Hadi Əsəlamın vəkili Əli ibn Cəfər Həmani, başqa bir vəkili Muhammed bin Fərəc, Əbu Haşim Cəfəri, Əbu Ali bin Rəşid, İsa bin Cəfər bin Asim və İbn Bəndin. Məsələn, bunlar həbs olunur. Tarixi mənbələrdə gəlir ki, bunlar həbs edilmişdilər. Ki, məsələn, Kişinin ricalında baxa bilərsiniz, 2-ci cildin 860-cı səhifəsi, Şeyx Tusinin Əl-Qeybəsinin 212-ci səhifəsində ki, bunlar keçir ki, bu şəxslər həbsə də hətta atılmışdılar. Cəmiyyətdə hətta xilafət sarayında xüsusi ictimai siyasi mövqeyi olan Hüseyin bin Ruh Nurbəxti də hətta həbs edilmişdi və bir müddət zindanda qalmışdı. Vəkalət sisteminin əsas vəzifələrindən biri də İmam əleyhissalamın təhlükəsizliyini təmin etməkdir və buna görə də müdafiə divarı yaratmaq idi ki, hədəf imamın və imamət məqamının düşmənlərin yetirə biləcəkləri zərər və xəsarətdən qorunması
vəkillik sisteminin ən öndə gedən vəzifələrindən biri idi. Digər tərəfdən vəkillik institutu özünün çox şaxəli fəaliyyəti, həmçinin məxfi belə mütəşəkkil əlaqələrə malik olması səbəbindən şiələrin təhlükəsizliyi içində çalışırdı ki, hökumətin imamla görüşmək istəyən şəxslərə mane olmasını və casusların imamla əlaqədə olan şəxsləri tanımasının qarşısını alsın. İmam Əleyhisselamın insanlar arasında olduğu dövrdə vəkillik institutunun onun yerinə ümumiyyətlə bağlı məsələlərlə məşğul olması şiələrin belə deyək ki, imama daha az müraciət etməsinə, həmçinin ünsiyyətin azalması və imamın müxalif dəstə yaratması ittihamından amanda qalmağına səbəb olurdu. Ki, insanların imamla az görüşməsi, onları imamın evini nəzarət altında saxlayan hökumət məmurları tərəfindən təqib olunmaqdan qoruyurdu. Buna görə də siyasi təzyiq və baskılar artanda imamın göstərişindən bütün görüşlər ləğv olunur, hətta cəmaatın vəkillərlə görüşməsinə belə icazə verilmirdi. Məsələ budur ki, məsələn, biz bu həqiqətən də bu sistemin quruluşuna biz diqqət edəndə görürük ki, bu vəkillərin, vəkalət sisteminin işçilərinin, bir növdə üzvlərinin imamla ümmət arasında əlaqələndirici olaraq malik olduqları bir məqam var idi ki, onların başqalarından daha üstün xüsusiyyətə sahib olsunlar. Yəni, ədalət, etibarlılıqdır, əmin olmalarıdır, idarəçilik qabiliyyəti, sir saxlamaqdır, ictimai bir şəxsdir, səriştəsi var, bacarığı var, nizam intizamı var, ehtiyat əhlidir, elm əhlidir, təqvalıdır, pəhrizkardır və s. Bu xüsusiyyətlər bu insanlarda tələb olunurdu ki, yəni bu keyfiyyətlər bütün vəkillərdə eyni dərəcədə olmayıb, aydın məsələdir. Ancaq onların vəkillik sisteminə daxil olması birbaşa yüksək və kamil xüsusiyyətlərə malik olmasına bağlı olubdur ki, bu da bir növ deyək ki, rütbəsindən asılı olmayan bütün vəkillərin ilk ən mühüm xüsusiyyəti tədbirli, səriştəli olmaq, İslam cəmiyyətində hakim olan repressiya mühitində şiələri idarə edə bilmək bacarığı olubdur. Yəni, belə bir qarışıq və təhlükələrlə dolu olan mühitdə şiələrin xüsusi tədbir və idarəçilik qabiliyyəti onları bu təhlükəli dövrdən salamat şəkildə çıxaracaq, baş verə biləcək təhlükələri qabaqcadan müəyyən edəcək və şiələrin qeybdə olan imamları ilə əlaqələrini Şiə cəmiyyətinin daxili stabiliyini belə qoruyaraq davam etdirə biləcək. Abbasi hökumətin əlinə bəhanə verməyəcək rəhbərlərə ki, bu cür ehtiyac var idi. Şəxsi və ictimai nizam intizam sözü gedən qurumda ilk və çox mühüm şərtlərdən sayılırdı. Hətta Abbasilərin vəziri Abdullah bin Süleymanın vəkillərin arasına sızmaq, onları müəyyən etmək məqsədi də onlara pul vermək üçün casuslar göndərdiyi vaxtda İmam Əleyhisselam tərəfindən bütün vəkillərə tapşırır ki, heç kimdən pul götürməsinlər. Göstərişə də tam əməl olunur və casuslar hətta bir vəkil haqqında belə məlumat əldə edə bilmirlər. Hətta həmin o casuslardan, agentlərdən biri Muhammed ibn Əhmədin yanına gedir və hər nə qədər pulu götürməsini istərsə o özünü bilməməzliyə vurur və hər şeyi inkar edir. Hüseyn ibn Ruh Nubəxti vəkalət sistemindən zərər görməmək üçün Muaviyyə haqqında təhqiramiz sözlər demiş, qapısını işdən çıxardır. Ki, cəmaat görsün ki, bu əslində Muaviyyənin tərəfdarıdır, yəni sistemin tərəfində duran şəxsdir. Ki, bunun bu bacarığını elə bilmək kifayətdir ki, İmam Mehdi Cəlal Fərəcəhin xüsusi naibi olmağına yanaşan da Abbasi xilafətində sarayda onların vəzirləri ilə əlaqəsi olan bir şəxs idi. Ki, yəni bu cür səriştəli bir şəxsi bəzən görürsən ki, bu cür təqlid etmək, yəni insanın vəziyyətdən çıxması üçün dinini, həqiqətləri, vacibatı qoruyub saxlaması üçün şərt olur. Hətta Osman ibn Səid də öz xüsusi mövqeyindən istifadə edirdi. Yağ, bal taciri kimi İslam xilafətinin mərkəzinə gedib gəlirdi və vəkalət sisteminin işlərinə rəhbərlik edirdi. Və digər xüsusiyyətləri, məsələn, bu vəkillərin sir saxlamaq, gizlilik kimi keyfiyyətlərinin onunla bağlı bütün işlərdə əsas prinsipə çevrilməsini tələb edilirdi. Yəni, ona görə oradakı idarəçilik və dərəcələr mürəkkəb quruluşa malik idi. Hətta Cəfər ibn Mə'til və atası Əhməd ibn Mə'til, Muhammed ibn Osmanın ikinci naibin yəni dövründə vəkalət sisteminin əsas üzvlərindən idilər. Amma üçüncü naib seçiləndə onlardan daha aşağı rütbədəşən Hüseyn bin Ruh Nubəxti bu yerə layiq görülür. Əbu Səhl Nubəxti Hüseyn bin Ruhun seçilməsini izah edərkən vəkillik sisteminin mütləq gizlilik prinsipini işarə edib deyir ki, əgər mən qeybli olan imamın yerinə Əbülqasim Hüseyn bin Ruh kimi bilsəydim, iki daş arasında qaldıqda onu düşməni deyərdim. Yəni, mənə əziyyət versəydi düşmən, mən həbsə düşsəydim, çox işgəncə ilə qarşılaşsaydım, nəticədə bunu deyərdim.
açıqlayardım. Halbuki Əbülqasim Hüseyn bin Ruh Nurbəxti əgər imamı öz əbasının altında gizləşmiş olsa və onu qayçı ilə tikə-tikə doğrasalar da imamı özə çıxarmaz. Görürsünüz, necə şəxs özə etiraf edir. Əbu Səhl Nurbəxti Hüseyn ibn Ruhun haqqında bu cür qeyd edir ki, deməli bu şəxs nədir? Məndən də əfsəldir və bu yerə o daha layiqdir. Hüseyn ibn Ruhda məhz bu gizlilik prinsipi əsasında Abbasi sarayı yaxın əlaqələri var idi. Uşaqlıqdan İmam Hadi əleyhissalamın evində olan birinci vəkil Osman bin Səid yağ və bal satan tacir kimi tanınırdı və öz peşəsini də belə deyək ki, o peşəsinin vasitəsilə imamla kiçik vəkillər və xalq arasında yazışmaların, tövqiflərin, məktubların çatdırılmasına vasitəsilə edirdi. Sonra David ibn Əsvəd, İmam Həsən Əskəri bəzi məktublarını Osman ibn Səidə çatdırırdı. O taxtadan hazırlanmış qabda belə də yerləşdirilən və məzmunundan xəbər olmadığı məktubları çatdırmağa məmur edilmişdi və bir dəfə onun ehtiyatsız uğratına məktubların yerləşdiyi qapısını o yerə tökülür və imam da naibi onu danlayır ki, bu işdə çox diqqətli olmalıdır. Yəni imamın adının yazı və danışıqlarda gizli və kinayəli çəkilməsi də bir növ işin gizli qalması sirk hesab olunurdu və maliyyə məsələləri ilə bağlı məktublarda İmam əleyhissalam maliyyə əlaqələrinin arasında qərim, yəni tələb edən tərəf borc sahibi kimi tanınırdı, ancaq bu başqalarının yanında çox adi görünürdü. Yəni bu üslub səbəb oldu ki, Abbasilərin casusluq şəbəkəsi vəkillik qurumunu belə deyək də sistemini ifşa etmək üçün onların dalınca casuslar göndərdiyi zaman imamın tərəfdarları çox asanlıqla itsinlər və vəkalət sistemini ciddi ziyan görməyindən amanda saxlasınlar. Məsələn, bax o dövr hər dönəmin ki bir sistemi, adı, yaşam tərzi olubdur. Məsələn, onu bilməyən adam, bax fəqihlər nəyə görə üstündürlər? Fəqihlər çünki bu mətnləri, mövzuları, mənbələri ki, məlumatları artıq böyük bir şəkildə geniş ətraflı analizdən keçirib gəlib fəqih olublar. Məsələn, götürək bu indi zikr edilmiş qərim sözü. Məsələn, qərim sözünü götürəsən, məsələn, deyəsən ki, burada məsəl üçün borc sahibi mənasındadır. Burada deməli məktubda yazılıb ki, kimsə adam var, o borcun sahibidir, ona borcu vermək lazımdır filan qədər. Borc sahibi kimdir bilinmir. Amma məsələn, həmin dövrdə vəkillərin, naiblərin bu ləqəbi kimə qoymasını biz təhqiq edəsək, baxsaq, görsək, bilərik ki, hədəf İmam Mehdi Əcəlallah fərəcəhdir ki, amma başqası götürəcək, onu başqa bir mənada yozub deyəcək. Çünki o mövzulardan, mətnlərdən, hadisələrdən, gedişatdan heç bir xəbəri yoxdur, təhqiqatı yoxdur. Bax, ona görə bu şeylərdə çox mühümdür ki, insan fəqihə müraciət eləsin. Fəqihin elmi əzəməti bu yerlərdə gəlir bizə özün göstərir ki, həqiqətən də yəni fəqih olmaq, elm əhli olmaq tamam başqa bir amildir. Və bunlar da bizə göstərir ki, həqiqətən də bu sistem çox mühüm bir sistem idi ki, bu şərtlər daxilində onlar çox gözəl xidmətlərini də Allah yolunda edirdilər. İnşallah mövzumuzun davamı digər şərtlərdə növbəti bəhsimizdə danışarıq. Elhamdülillah Rabbil aləmin.